Salamlar, bugün dosent İlham Əhmədovun çox vacib bir təhlilinə baxacağıq. Söhbət Azərbaycanın ali təhsil sisteminin son 30 ildə yaşadığı dərin, köklü problemlərdən gedir. Gəlin bir anlıq bu cümlə üzərində dayanaq. Müəllif təhlilinə məhz bu güclü, hətta deyərdim ki, sərt bir diaqnozla başlayır. Bu sadəcə bir fikir deyil, bu qarşı-qarşıya olduğumuz problemin miqyasını göstərən bir nəticədir. Bu mürəkkəb mövzunu daha yaxşı anlamaq üçün gəlin müəllifin təhlilini izləyək və məsələni 5 əsas hissəyə bölək. Baxaq görək, böhran nədən ibarətdir? Əsl səbəbkar kimdir? Sistemin qüsurları hansılardır? Qarşıdakı risklər nələrdir? Və ən əsası, çıxış yolu varmı? Yaxşı, hər şeydən əvvəl gəlin problemin kökünü, yəni müəllifin ortaya qoyduğu əsas məsələni anlamağa çalışaq. Deməli, müəllifə görə 30 illik müstəqillik dövründə universitetlərimiz 3 kritik milli missiyanın öhdəsindən gələ bilməyib. Yəni, nə ölkə üçün yüksək keyfiyyətli kadrlar yetişdirə bildik, nə elmlə tədrisi bir-birinə effektiv şəkildə bağlaya bildik, nə də ki, müasir dünyanın tələb etdiyi innovasiya mərkəzləri yarada bildik. Bu, əslində, sistemin fundamental bir uğursuzluğudur. İndi gəldik işin ən maraqlı tərəfinə. Bəs bu uğursuzluqda günahkar kimdir? Müəllif diqqəti heç də bizim adətən düşündüyümüz yerə yönəldmir. Müəllifə görə biz səhv edirik. Universitetləri günahlandırmaqla əslində xəstəliyin özünü yox, onun simptomlarını, yəni əlamətlərini müzakirə edirik. Problemin kökü isə tamamilə başqa yerdədir. Baxın, bu sxem hər şeyi çox aydın göstərir. Universitetlərin bugünkü vəziyyəti onların zəifliyi sadəcə bir simptomdur, yəni nəticədir. Müəllifin qənaətinə görə əsl səbəb, yəni problemin kökü dövlətin təhsil siyasətində və bu siyasəti həyata keçirən qurumun, yəni Elm və Təhsil Nazirliyinin fəaliyyətindədir. Müəllif bu vəziyyəti strateji boşluq adlandırır. Yaxşı, bəs bu nə deməkdir? Sadə dildə desək, bu o deməkdir ki, ortada aydın, uzun müddətli, elmi əsaslara söykənən bir plan yoxdur. Sistemsiz, pərakəndə addımlar atılıb. Yaxşı, bəs bu strateji boşluq, bu siyasət səviyyəsindəki problem özünü universitetlərin fəaliyyətində konkret olaraq necə göstərir? Gəlin böhranın əsas simptomlarına, yəni qüsurlara baxaq. Birinci və ən böyük problem odur ki, aparılan islahatlar sadəcə görüntü xarakteri daşıyıb. Yəni, Bologna prosesinə qoşulmuşuq, kredit sisteminə keçmişik, amma bütün bunlar vahid bir konseptual yanaşma olmadan edildiyi üçün sadəcə kağız üzərində qalıb. Bu sitat əslində hər şeyi deyir. Məsələn, yəqin çoxlarının yadındadır, bir gecədə bütün institutların adı dəyişib universitet oldu. Amma sual budur, ad dəyişəndə içindəki məzmun, yanaşma, təhsilin keyfiyyəti də dəyişdimi? Gəldik birinci konkret qüsura. Köhnə idarə etmə modeli. Müəllifə görə, universitetlərdəki idarə etmə sistemi o qədər konservativ, çox pilləli və bürokratikdir ki, hər hansı bir yeniliyə, təşəbbüsə demək olar ki, yer qalmır. Belə bir mühitdə risk götürən, yeni ideyalar verən insanlar həvəsdən düşür. İkinci böyük bəla isə maliyyə modelidir. Təsəvvür edin, universitetlərə pul təhsilin keyfiyyətinə və ya elmi tədqiqatlara görə yox, sadəcə tələbə sayına görə verilir. Bu universiteti nəyə sövq edir? Təbii ki, daha çox tələbə yığmağa. Keyfiyyət isə ikinci plana keçir və universitetlər müəllimin dediyi kimi diplom fabriklərinə çevrilir. Elmi işlər üçün isə maliyyə demək olar ki, yox dərəcəsindədir. Və gəldik bəlkə də ən ağrılı məqama, insanlara. Yəni, akademik maaşlar o qədər aşağıdır ki, gənc, istedadlı alimlər ya bu sahədən gedir, ya da ölkədən. Beyin axını davam edir. Amma ən ironik olanı nədir bilirsiniz? Sistem nəinki ölkə üçün, heç özünün gələcəyi üçün, yəni yeni müəllim və alim nəsli yetişdirmək üçün belə keyfiyyətli kadrlar hazırlaya bilmir. Bütün bu danışdıqlarımız sadəcə təhsil dünyasının daxili problemi deyil. Xeyr, müəllif bu böhranı birbaşa Azərbaycanın iqtisadi gələcəyi ilə, ölkənin taleyi ilə bağlayır. Baxın, biz neft dövründən post-neft dövrünə keçirik. Birində əsas resursumuz yerin altındakı neft idisə, artıq yeni dövrdə bizim əsas resursumuz insanların beynindəki bilik və innovasiya olmalıdır. Başqa yolumuz yoxdur. Və acı həqiqət, sərt xəbərdarlıq budur ki, bizim bilik və innovasiya istehsal etməli olan əsas qurumlarımız, universitetlərimiz bu yeni dövrün tələblərinə, bu böyük missiyaya hazır deyil. Yaxşı, problem aydındır. Diaqnoz çox sərtdir. Bəs çıxış yolu haradadır? Müəllif təkcə tənqid etmir, həm də həll yollarını göstərir.
Amma bir şey lap əvvəldən qəbul etməliyik. Kosmetik, yüngül, görüntü xarakterli dəyişikliklərlə heç nə alınmayacaq. Söhbət sistemin özünü kökündən dəyişən fundamental islahatlardan getməlidir. Həqiqi bir dəyişiklik üçün 4 əsas şərt var və bunlar bir-birinə bağlıdır. Birincisi, elmi və keyfiyyəti təşviq edən yeni, müasir maliyyə modeli. İkincisi, universitetlərə real muxtariyyət verən həqiqi akademik azadlıq. Üçüncüsü, fəaliyyəti nəticələrə görə qiymətləndirən bir idarə etmə. Və dördüncüsü, Və bəlkə də bütün bunların hamısından daha vacib olanı budur. Bizim universitetlərə baxışımız dəyişməlidir. Onlar sadəcə diplom verən tədris müəssisələri deyil, onlar dövlətin beyni, onun intellektual güc mərkəzləri olmalıdır. Əsas dəyişiklik məhz bu düşüncədə başlamalıdır. Və sonda müəllif bizi çox ciddi düşündürücü bir sualla baş-başa qoyur. Yaxşı, əgər biz bu köhnə yanaşmanı dəyişməsək, universitetlərə bu primitiv gözlə baxmağa davam etsək, bizi nə gözləyir? Postneft dövrünün problemləri daha da kəskinləşməyəcəkmi? Bu sualın cavabı əslində bizim gələcəyimizi müəyyən edir.